təmir edirik. İlk öncə digər otaqdakıları bura yığdıq. Bura vapşe ümumiyyətlə ağlına kimi doldu. Divarlar problemli idi. Baxın necə əyridir divarlar. Sağ olsun usta bu divarları konkret şəkildə düzləşdirmək üçün qıraqları düzəldir. Bir sözlə hər yer sökülüb dağılır inşallah. Mətbəxi bilmirəm, mətbəxi bəlkə saxladıq. Əsas digər otaqdır. İnşallah bu digər otaqda gözəl bir şəkildə aboylu olar. İnşallah nəticəni hər bir halını sizlərlə bölüşəcəyik. İkinci gün artıq ev belə görünür. Divarların qırağı düzəlib. Quruluyor artıq. Keçirik digər hissəyə. Bu əyri yerin düzəlməsinə. Hazırda otağımızın durumu da belədir. Komodu falan hər şeydə bura yığmışıq. Demək olar ki, burada yer yoxdur. Baxın divar necə əyridir. Yuxarı aralı qalır. Aşağı birləşib. Bilirsiniz ki, bizim evimiz köhnə ev olduğu üçün biraz əyrilər çox idi. Ona görə də sağ olsun ustamız. Görürsünüz nə gözəl hamarlayıb, düzəldir. Burada çox əziyyət var, belə olmağına baxmayın. Onuncu günündə artıq divarlar tərtəmiz düzləşib, biraz quruması qalıb. Son işlər, son toxunuşlar qaldı artıq. Aboylarımız vurulur. Bir hissəsi vurulub, digər hissəsi də vurulur artıq. Görün necə qəşəng görünür. Usta qəşəng düzəltdi. Və nəhayət ki, evimizin təmiri bitdi. İnşallah gözəl, xoşbəxt yaşamaq ümidi ilə. Hələlik izləmədə qalın. Siz necə bəyəndiniz?